Gəlin smuzilər haqqında danışaq. Əvvəlcə xiyarı doğrayın, sonra matça əlavə edib əridin, sonra çiyələyi doğrayın, qatıq əlavə edin, çiyələk siropu əlavə edib qarışdırın, dondurun, matçaya batırın və dadlı bir şeydən həzz alın. Üç, iki, bir formalı konfetti kişmiş. Bugün şekerli kişmiş hazırlamaq çox asandır və cəmi 5 dəqiqə çəkəcək. Əla, əvvəlcə 2 stəkan şəkər tozu ilə yarım stəkan su siropunu qarışdırın və orta odda 300 dərəcəyə qədər qarışdırın. Üzümü buzla örtün və sonra səhər yeməyi üçün dadlı bir tikə üzüm yeyin, şişə batırın. Daha sonra isə üzərinə biraz şəkər əlavə edərək asanlıqla nuş edin. Belə də alınmadı. Əvvəlcə orta odda 2 stəkan şəkər tozu, yarım stəkan su və yarım stəkan qarğıdalı siropunu qarışdırın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə çiyələyi yuyun, sonra qatıq əlavə edin və dondurun, sonra şokolada batırın və sonra yeyin və dadından həzz alın. 3, 2, 1. Bu zövq aldı. Əvvəlcə qaragiləni yuyun, sonra qatıq əlavə edin, sonra dondurun, sonra şokolada batırın və sonra yeyin və dadından həzz alın. Üzümləri bıçaqla kəsib buzla örtün, sonra üzümlərin bir hissəsini səhər yeməyi kimi ləzzətlə yeyin, şişə batırın, üzərinə şəkər əlavə edin və nuş edin. Sonra isə yeyin, zövq alın və ləzzətlə nuş edin. Jolly Fermer Tangulu 321. Bugün Jolly Rancher Tankolu hazırlayırıq və zəmin tərkib hissəsi lazımdır. O qədər asandır ki, siz onu hətta şəxsi təyyarənin içində edə bilərsiniz. Bu inanılmaz dadır. Bu üzümü təkmilləşdirmək üçün onu biraz kreatinə batırın. Məncə Jolly Rancher dadını seçirəm, çünki o tamamilə ləzzətlidir. Mən həqiqətən səni özümə istəyirəm. Deyin ki, o qədər gözəl görünürsən ki, mən həqiqətən istəyirəm ki, indi mikrodalğalı sobaya Jolly Rancher şinlərinizi 45 saniyəlik qoyun 5-6. Gəl və zövqünü al. İndi sənə pul lazım deyil, elə görünüşdə olanda, elə deyilmi canım? Və budur Jolly Rancher Tankolu üzümü. Əvvəlcə üzümləri götürün, buz və içki əlavə edin, sonra şişə batırın, sonra kreatin əlavə edin və sonra Jolly Rancher əlavə edin. Sonra mikrodalğalı sobada bişirin, sonra batırın və sonra yeyin və ləzzət alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə üzümləri götürün, buz və içki əlavə edin, sonra şişə batırın, sonra kreatin əlavə edin və sonra Jolly Rancher əlavə edin, sonra mikrodalğalı sobada bişirin, sonra batırın və sonra yeyin və ləzzət alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə çiyələyi yuyun, sonra qatıq əlavə edin və dondurun, sonra şokolada batırın və sonra yeyin və dadından həzz alın. 3, 2, 1. Əvvəlcə şokoladı doğrayın, sonra əridin, sonra stəkanı əyin və sonra oreonu əzin, sonra qaymaqlı pendir və süd əlavə edin, qarışdırın və sonra paketi əlavə edin, sonra əzilmiş oreo və bitki əlavə edin və sonra yeyin və zövq alın.
və sonra yeyin və zövq alın. Sonra qaymaqlı pendir və süd əlavə edin, qarışdırın və sonra paketi əlavə edin, sonra əzilmiş Oreo və bitki əlavə edin. Və sonra yeyin və zövq alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə şokoladı doğrayın, sonra əridin, sonra stəkanı əyin və sonra Oreonu əzin, sonra qaymaqlı pendir və süd əlavə edin, qarışdırın və sonra paketi əlavə edin. Sonra əzilmiş Oreo və bitki əlavə edin və sonra yeyin və zövq alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Və sonra yeyin və zövq alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə çiyələyi yuyun, sonra qatıq əlavə edin və dondurun, sonra şokolada batırın və sonra yeyin və dadından həzz alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Və sonra yeyin və zövq alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və zövq alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə çiyələyi yuyun, sonra qatıq əlavə edin və dondurun, sonra şokolada batırın və sonra yeyin və dadından həzz alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Bu suallar xoşuma gəldi. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın.
Əvvəlcə vanil dondurması və snikersi qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Əvvəlcə vanil dondurması və snikersi qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Bu suallar xoşuma gəldi. Əvvəlcə şokolad və KitKatı qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Əvvəlcə vanil dondurması və snikersi qarışdırın, sonra süd əlavə edin və sonra yeyin və dadından həzz alın. Əvvəlcə qarışdırın, sonra şokoladı doğrayın, sonra şərbət və süd əlavə edin, sonra dondurma əlavə edin və sonra yeyin və dadından həzz alın. Əvvəlcə qarışdırın, sonra şokoladı doğrayın, sonra şərbət və süd əlavə edin, sonra dondurma əlavə edin və sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə qarışdırın, sonra şokoladı doğrayın, sonra şərbət və süd əlavə edin, sonra dondurma əlavə edin və Konfet ananas 3'də 2'də 1. Bugün şirinləşdirilmiş ananas hazırlayırıq və onu hazırlamaq çox asandır. Yalnız 5 tərkib hissəsi lazımdır. Sonra onu pizzanın üzerine koyacağız. Təsirlidir. Bunu 30 dakikalık dondurucuya koyun. İndi 4 stəkan şəkəri qarışdıracağıq 1 stəkan qarğıdalı siropu. və 1 stəkan su. İndi bunu 200 derece Fahrenheit'e çatdırın. Yığışdır, səni qoy. Mən başlayım. Mən qazanmağa gəlmişəm. Mənimlə döyüş bu günahdır. Bu çok ahmakçadır. Bu həqiqətən də o qədər pis deyil. Ondan nifret etmirəm. Bu pis deyil. Əvvəlcə ananası dilimləyin, sonra siniyə qoyun, sonra şəkər və qarğıdalı zolağını, sonra isə suyu əlavə edib qarışdırın. Sonra qida rənglendiricisini əlavə edin, sonra batırın və sonra səpin, sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə ananası dilimləyin, sonra siniyə qoyun, sonra şəkər və qarğıdalı zolağını, sonra isə suyu əlavə edib qarışdırın, sonra qida rənglendiricisini əlavə edin, sonra batırın və sonra səpin, sonra yeyin və dadından həzz alın. Daha sonra görüşərik, daha sonra görüşərik və daha sonra görüşərik. Üzümlər konfet və ya ananasla örtülür.
Gəlin əvvəlcə danışaq. Çörəyi doğrayın, formaya salın, şokoladı doğrayın, qatını qoyun, panko ilə örtün və dərin yağda qızardın. Təhsilvi çörək şokolad cibinə bənzəyir. Çörəyi doğrayın, sonra formaya salın, sonra şokoladı doğrayın, sonra qatını qoyun, sonra yumurta və panko ilə örtün, sonra dərin yağda qızardın, sonra yeyin və ləzzətini çıxarın. Aha. Çörəyi doğrayın, sonra formaya salın, sonra şokoladı doğrayın, sonra qatını qoyun, sonra panko ilə örtün. Ey! Vayn ilə yağda qızardın, yeyin, sürün. Ey! Çörəyi doğrayın, formaya salın, şokoladı doğrayın, qatını qoyun, yumurta və panko ilə örtün. Sonra dərin yağda qızardın, sonra yeyin və zövq alın. Çörəyi doğrayın, forma verin, şokoladı doğrayıb içinə, qat kimi düzün, yumurtaya batırıb tavaya qoyun. Əvvəlcə bunu edin, sonra yağda qızardın. Təsəvvür edin, zövq alın. Bu fikirlər mənə çox xoş gəldi. Əvvəlcə çörəyi doğrayın. Sonra forma verin, sonra şokoladı doğrayın, sonra içərisinə qat kimi qoyun, sonra yumurtaya batırın, ondan sonra dərin yağda qızardın, sonra oturun, zövq alın. Bu isə pizza üçündür. Yumurtaları çili, duz və istiotla qarışdırın, sonra bibəri, göyərtini xırda doğrayın. Sonra hamısını qarışdırıb tavada qızardın. Ondan sonra çörəyi, pizza sosunu, pendiri, bibəri, soğanı, çili ləpələrini və oreqanonu əlavə edin. Sonra yeyin, zövq alın. Yumurtanı çili, duz, qara istiotla qarışdırın. Sonra yenə biberlə birlikdə bibəri xırda doğrayın. Göyərtini də əlavə edib qarışdırın. Tavada qızardın. Sosdur. İçində biber, soğan, çili, oregano var. Və axırda oturub zövq alın. Ey! Köhnə suallar çox xoşuma gəldi. Əvvəlcə yumurtaları çili duzu və ədviyyatlarla qarışdırın, biber və soğanı xırda doğrayın. Hamısını tavada qızardın. Sonra çörək üzərinə pizza sosu, pendir, biber, soğan, çili lopaları və ədviyyatlar əlavə edin. Süfrəyə verin, nuş edin. Hamısı pizzalıyor. Əvvəlcə 2 yumurta sındırıb, çalın, soğanı və pomidoru doğrayın. Kərə yağı və tərəvəzləri əlavə edib bişirin. Çevirin, pendir qoyun, yeyin, ləzzətini çıxarın.
Əvvəlcə 2 yumurta sındırıb, çalın, soğanı, pomidoru doğrayın, kərə yağı əlavə edin, tərəvəzləri əlavə edin. Sonra sarısını əlavə edib bişirin. Əvvəlcə 2 yumurta sındırıb, çalın, soğanı, pomidoru doğrayın, kərə yağı əlavə edin, tərəvəzləri əlavə edin, sarısını əlavə edib bişirin. Sonra çevirin, sonra pendir qoyun, sonra yeyin, ləzzətini çıxarın. Axırda çevirin, pendir qoyun, ləzzətini çıxarın. Ey! İki yumurta sındırıb, çalın, soğanı, pomidoru doğrayın, kərə yağı əlavə edin. Sonra da tərəvəzləri əlavə edin. Yumurtanın sarısını xəmirə qatın, sonra çevirin, sonra pendir əlavə edin. Sonra yeyin, ləzzətini çıxarın. Əvvəlcə 2 yumurta sındırıb qarışdırın, soğanı, pomidoru doğrayın, kərə yağı əlavə edin, tərəvəzləri əlavə edin. Yumurtanın sarısını xəmirə qatın. Əvvəlcə 2 yumurta sındırıb qarışdırın, soğanı, pomidoru doğrayın, kərə yağı əlavə edin, tərəvəzləri əlavə edin. Yumurtanın sarısını xəmirə qatın, sonra çevirin, sonra pendir əlavə edin. Sonra yeyin, ləzzətini çıxarın. Sonra çevirin, pendir əlavə edin. Sonra 3 dəfə zövq alın. Bu suallar xoşumuza gəldi. Əvvəlcə 2 yumurta sındırıb qarışdırın, soğanı, pomidoru doğrayın, kərə yağı və tərəvəzləri əlavə edin. Yumurtanın sarısını xəmirə qatın, çevirin, pendir əlavə edin, yeyin, ləzzət alın. Şəffaf, toyuq tortillasız. Əvvəlcə tortilla götürün, içinə pendir və toyuq əlavə edin, sonra yumurta və panko ilə bulayıb qızardın və qızardın, sonra yeyin və ləzzətini çıxarın. Əvvəlcə tortilla götürün və pendir ilə toyuq əlavə edin. Sonra yumurta və panko ilə qızardın və qızardın. Sonra yeyin və ləzzətini çıxarın. SSS-ə əvvəlcə tortilla götürün və pendir ilə toyuq əlavə edin. Sonra yumurta və panko ilə qızardın və qızardın. Sonra yeyin və ləzzətini çıxarın. Acı bannar bombaları. 3. Əvvəlcə Doritos'u xırdalayın. Sonra makaronun içinə pionir əlavə edin. Sonra qaynadın. Sonra yaş xəmirlə və çörək qırıntıları ilə örtün. Sonra dərin yağda qızardın və sonra yeyin və ləzzətini çıxarın. HTTPXK. SSP əvvəlcə Doritos'u xırdalayın. Sonra makaronun içinə panel əlavə edin. Sonra qaynadın. Sonra yaş xəmir və çörək qırıntıları ilə sürün. Sonra dərin yağda qızardın. SSV və sonra onu yeyin və ləzzətini çıxarın. Haqqındakı suallar çox xoşuma gəldi. Əvvəlcə dərman daşını yaxşıca əzib, sonra makaronun içinə əlavə edin. Sonra qaynadın və sonra yaş xəmirlə və çörək qırıntıları ilə örtün, sonra isə qızardın. Və sonra onu yeyin və ləzzətini çıxarın. SSP Manko Şokoladlı Dondurma. Qarışıma əlavə edin və qarışdırın, qəlibə tökün. Dondurucuya qoyun, donandan sonra yeyin və zövq alın.
Doğrayın və bankaya yığın, üzərinə qatılaşdırılmış süd əlavə edin, ağ şokolad və qida boyaları əlavə edin və qaymaq qatın. SSP. Magoki əlavə edin və qarışdırın. Qəlibə tökün. Sonra dondurucuya qoyun və donandan sonra yeyin və zövq alın. SSQ. Əvvəlcə manqonu doğrayın. Qaba yığın, üzərinə qatılaşdırılmış süd əlavə edin. Ağ şokolad və qida boyaları qatın, sonra qaymaq əlavə edin. Sonra hamısını mango ilə yaxşıca qarışdırın, qəliblərə tökün, dondurucuya qoyun. Donandan sonra yeyin və ləzzətini çıxarın. Şokoladlı dondurma. Götürün, əridin, kasanı götürüb şokolada əlavə edin, süd və qatılaşdırılmış süd qatın, sonra qarışdırın, hamısını blenderə tökün, əlavə edib qarışdırın, sonra dondurucuya qoyun. Donandan sonra yeyin, seçim sizdən asılıdır. Oy. Kəsin, əridin, kasanı götürüb şokolada əlavə edin, süd və qatılaşdırılmış süd qatın, sonra qarışdırın. Qaba tökün, əlavə edib qarışdırın, sonra dondurucuya qoyun. Donandan sonra yeyin və zövq alın. SSP kəsin, əridin, kasanı götürüb şokolada əlavə edin, süd və qatılaşdırılmış süd qatın, sonra qarışdırın, kakos əlavə edib blenderə tökün, hamısını qarışdırın, sonra dondurucuya qoyun, donandan sonra